Herkese salam, kanalıma videoma hoş geldiniz. Uzun bir müddetten sonra, uzun bir müddet yok, kısa bir müddetten sonra yine karşınızdayım. Beni tanımayanlar için ben Zəhra Məmmədzadə. Bugün çok maraqlı bir video ile karşınızdayım. Məndən kitablarım haqqında video çəkilməsi istənilmişdi. Ve bugün dedim ki hazır yeni bir kitab rəfi almışken bir kitab rəfimdə nələr var və ya bəzi suallarımız olacaq. O sualları cavablayaraq sizə əlimdən gələn qədər kitab sevdirməyə çalışacağım və ümid edirəm ki, bir nəfər də bu videodan sonra gedib bir dənə də kitab oxusa, bu mənim üçün çox böyük bir qürurdur, çox böyük bir sevinç hissidir. Amma istəyirəm ki, bugün belə bir şeylə başlayaq. Qarşımda suallarım var və kitab oxuyan insanlara bilirik ki, bilmirəm, yəni bunu kitab oxuyanlar daha yaxşı bilər. Və xüsusən də kitab rəfində 100-dən çox kitab olan insanlara verilən bəzi absurd suallar olur. Yəni ki, mənasız suallar. Və düşünürəm ki, bunu kitab oxuyan heç bir insan bu sualların heç birini sevmir. 100% əminlik verirəmsə. Yəni, əgər siz bu sualları nə vaxtsa vermişsinizsə, bundan sonra bu sualları verməməyə çalışın. Amma versəz nə cavab gələcəyini mən sizə cavablamaq istəyirəm. İndi hazırsınızsa, danışa bilmirəm, həyecanlandım, biraz əsəbləşirəm sualları görürəm çünki. Bu suallara bugün bir yerdə cavab verəcəyik, absurd suallara. Bir də ki, bəzi suallarımız var ki, çox şirin suallardır. O suallarımıza da bir yerdə cavab verəcəyik. Həyecanlıyam. Bəli, başlayırıq. Kitab rəfim necədir bu arada? Bütün halını axırda göstərərəm sizə. İnşallah yadımdan çıxmaz. Planşeti hara qoyum ki, mənə rahat olsun. Çox narahatam şu an. Nəysə. Deməli, deyir ki, ilk öncə ən çox verilən absurd bir sual var. Gəlirlər, kitab rəfimizə baxırlar. Deyirlər ki, Zəhra, bu kitabların hamısını həqiqətən oxumusan? Yox, oxumamışam. Hətta bəlkə bu 100 dənə kitabdan 20 dənəsini oxumuşamdır. Niyə dostlar? Baxın, mən sizə bu sualıma çox səmimi şəkildə cavab verim. Heç sizə sevmədiyim bir sualdır. Çünki bu hissi ancaq kitab oxuyan və kitab oxumağı sevən bir insan başa düşə bilər ki, şəxsən mən öz adımdan danışıram. Bir kitab sevər bir insansızsa, siz kitab sevər bir insansızsa əgər, baxın, kitab oxumağı sevər demirəm, amma kitab sevər. Mən şəxsən kitab sevər bir insan olduğum üçün kitab almağı kitab oxumaqdan daha çox sevirəm. Və bu da yəni görünür, böyük ehtimal. Hər o kitab dükanına gedəndə, kitab mağazasına gedəndə mən oradan əli boş çıxsam əgər, heç vaxt da bu görünməyib, əli boş çıxa bilmirəm də, yəni 100% orada mənim diqqətimi çəkən, sevdiyim bir kitab olacaq və mən belə də düşünürəm ki, məsələn bu kitabı tutaq ki, atıram, bugün almışamsa, bugün oxumalıyam deyə bir qayda yoxdur. Mən bu kitabı 10 il sonra da oxuya bilərəm və yaxud tutaq ki, bəzi kitablar var ki, PDF şəklində olur. O kitabı mən ola bilsin ki, PDF şəklində neçə il əvvəl oxumuşam. Hal-hazırda da istəyirəm ki, gedim belə kitab şəklində alım, məsələn. Yəni, 5 il əvvəl də oxumuş ola bilərəm, 10 il sonra da oxuyacaq ola bilərəm, fərqi yoxdur. Hər kitabın, sizə bunu deyə bilərəm ki, və bəzi insanlar da var ki, məsələn, kitabı başlayır, sonra o kitabı buraxa da bilmir. Və özündə o şey hissi çəkir, nə deyirlər ona belə, vicdan azabı çəkir ki, mən bu kitabı boşuna almışam, oxumayacamsa kaş almazdım, kimi. Ən qısasından sizə nümunə göstərim. Mən 2 ilə yaxındır ki, düzəməli kitab oxumuram və imtahanları verər-verməz mənim ən birinci hədəfim oldu ki, mən bu kitab rəfimdəki bütün kitabları bitirəcəm, ondan sonra təzə kitablar alacağam. Olmur dostlar, belə bir şey olmur, imkansızdır. Mən getdim, düz imtahandan sonra da kitab aldım, ad günümdə də kitab aldım, sonra bir dənə təzə kafe açılmışdı, oradan da imtahandan sonra bəlkə mən 15 dənə zat kitab almışam və kitabların qiymətini də bilənlər bir ki, biraz bahadır. Bəzi kitablar 15 manatdır, bəziləri 10 manatdır, bəziləri demək olar ki, 10 manatdan aşağı kitab tapmaq böyük bir xəzinə tapmağa bərabərdir mənim üçün. Və getdim, belə deyim də, baxın bu kitabı oxumağa başladım. Qahirədə bir kitabçıdır. Mən bu kitabı çox tərifləndiyini görmüşdüm açıqcası. Yəni belə hamı dəhşətli dərəcədə tərifləyir, çox qəşəng kitabdır, çox belə. Mən dedim ki, alım, oxuyaram. Və mövzusu da biraz Afrikada keçən bir mövzudur. Yəni Misirdə keçir də, yəni. Afrikada keçən kitablarını falan mən çox sevirəm. Yəni çox vaxt maraqlı olurlar. Dedim, yəqin bu da maraqlı olar. Bərbad bir kitabdır. Yəni yalan deməyə ehtiyac yoxdur. Çox pis bir kitabdır. Oxumayın.
Yəni bəlkə də nə vaxtsa oxuyacağam. Bəlkə də bu kitabı almışamsa əgər, mən belə düşünürəm ki, bir kitabı almısınızsa ya da o kitab hardansa gəlib sizə çıxıbsa, demək ki, bu kitabın bir vaxtı var və o kitab nə vaxt gəlib çatanda, o vaxt gəlib çatanda siz bu kitabı oxuyacaqsınız. Bu kitab burada durursa əgər, elə belə durmur orada. Və yaxud da yəni ola bilər ki, kimsə sizə kitab hədiyyə edib. Elə belə hədiyyə olunmayıb o kitab. Yəni mən belə düşünürəm ki, insan gedib kitabı tapmaz. Məsələn, mən bu kitabı almışam. Elə fikirləşirsiniz ki, mən gedib bu kitabı tapmışam da, yəni mən gedib o qədər kitabın içində gedib bu kitabı tapmışam. Bu kitabda mənə çəkən nəsə var. Gəldim, oxudum, xoşuma gəlmədi. Bəlkə də 10 il sonra elə bir vəziyyət olacaq ki, bu kitabın mövzusu mənə xoşuma gələcək. O kitabda özümə aid olan nəsə tapacağam. Yəni ki, bu kitabların hamısını oxumusan? Xeyr, hamısını oxumamışam. Çünki hələ mən yaşadığım müddətcə bu kitabların hamısı hələ qalacaq belə. Çünki hər kitabın öz vaxtı var da, yəni dediyim kimi. Bu sualı bir də verməyin. Ən zəhləm gedən də sualdır və düşünürəm ki, bütün kitab sevərlərin də ən zəhləsi gedən sual budur. Oxumamışam arkadaşlar. İçiniz rahat ola bilər. Əsəbləşdim. Digər sualımıza keçə bilərik. Kitab oxumaq darıxdırıcı deyilmi? Birincisi, bir insana belə sual verməzlər. Çünki sənin üçün darıxdırıcı ola bilən nəsə mənim üçün darıxdırıcı olmaya bilər. Mən kitab oxumaq, belə deyim də, kitab oxumaq sizə darıxdırıcı gəlirsə, yanlış kitab oxuyursunuz deməkdir bu. Yəni ki, ola bilər ki, darıxdırıcı gəlir. Mən bu kitabı 50 dənə səhifə oxudum. İnarsınız, 50 dənə səhifə can çəkişirdim. Yəni ki, istəyirdim kitab bitsin, getsin, gördüm ki, getmir də. Yəni bu kitab getmir. Sonra yeni bir kitaba başladım. Sessiz Pasient adım. Mükəmməl bir kitabdır. Əslində o haqqda video çəkmək istədim, amma alındıra bilmədim. Çox belə, yəni alındıra bilmədim. Nəysə. Mükəmməl bir kitabdır sözsüz ki, oxuyanlar bilər. Oxumayıbsınız da. Oxumamışsınız da. Yəni oxumamısınızsa, cümlə qura bilmirəm. Oxumamısınızsa da gedin oxuyun. Hər yaşdan insan oxuya bilər. Mən hər kitabda məsləhət görmürəm, bunu da bilin. Yəni bu kitabı oxumamısınızsa, gedin oxuyun, mütləq oxuyun. Mütləq. Sessiz Pasient. Yəni ki, arkadaşlar, kitab oxumaq darıxdırıcı nə vaxt ola bilər? Darıxdırıcı o vaxt ola bilər ki, o kitab sizin mövzusu bəyənməyəsiniz, mövzusu sizə aid olmaya bilər və yaxud nə bilim, yəni başqa bir kitab oxuyun da darıxdırıcıdırsa da. Ümumi götürsəydik, kitab oxumaq darıxdırıcı bir şey deyil. Bunu bilin, xahiş edirəm. Siz sadəcə kitab seçməyi bacarmırsınız və yaxud da hər insan kitab oxumağı bacara bilər bu arada. Yəni elə bir şey yoxdur ki, sən kitab oxuya bilən bir insan deyilsən. Belə bir şey yoxdur. Hər insan kitab oxumağı bacara bilər. Yəni kitabları sevməlisiniz əslində bunun üçün. Nəysə. Belə cümləni quran zaten sevmədiyi çox bəllidir. Bəzi kitablar var ki, filmi də var o kitabların. Məsəl üçün Cizgili Pijamalı Çocuk. Bunun Azərbaycan dilisi nədir bilmirəm, beynimdə qura bilməyəcəm. Bu kitabın Azərbaycan dilisi də var, İngilis dilisi də var. Hər dildə olan versiyonu var. Yəni belə kitablar var ki, bu kitabların filmləri də var. Və çox gələn bir sual var ki, çox absurd bir sualdır həqiqətən. Filmə baxmaq daha rahatdır da, yəni niyə gedib kitabını alıb oxuyursan? Allahım, sən bu insanlara biraz bir şey ver də, bir ilham, nə bilim, nəsə. Dostlar, bu kitabı mən filminə də baxmışam, amma filmi mənə belə deyim də, axıra kimi baxa bilmədim. Biraz bu kitabı oxumusunuzsa və yaxud filminə baxmışsınızsa, böyük ehtimal baxmışsınız filminə, çünki çox tanınmış bir filmdir də, yəni. Dəhşət ağlamalı və hələ də yadıma düşür bu kitabın bitdiyi an. Belə oturmuşdum neçə saat, belə qalmışdım, donmuşdum. Bir filmə baxmaqla bir kitab oxumağın eyni bir hiss olmadığını mən sizə necə izah edə bilərəm. Yəni ki, bu kitabı oxuyursunuz ha. Məsəl üçün, sıradan altından xətt çəkdiyim bir cümlə oxuyacağım sizə. Baxın bir dəqiqə. Deyir ki, türkcədir bu arada. Əslində Azərbaycan dilində oxumağınızı daha çox tövsiyə edirəm. Çünki Azərbaycan dilində oxumaq biraz danışığımızı falan da inkişaf eləməsinə kömək olur, istər-istəməz. Amma ki, mən məsələn türk dilində oxuyanda mənim üçün bir problem yaratmır. İndi oxuyacağımsa belə türkcə oxumaq zorundayım. Deyir ki, evet, amma o bir baba deyə açıqladı Bruno. Babaların ciddi olmaları gerekir. Manav, öğretmen, şef veya komutan olmaları önemli değil.
Babaların yaptığı ve düzgün olduğunu bildiği işleri ve binlerce kez düşündüğü ünvanları sıralayarak. Hem bence o adam bir baba gibi görünmüyordu. Fakat çok ciddiydi, bu kesin. Yani deyir ki, babalar deyir, bütün atalarda yani ciddi olmalı deyir. Yəni deyir ki, işlədiyi işdən asılı olmayaraq mən elə fikirləşirəm ki, yəni o bir müəllim belə olsa, məsəl üçün, yəni o evdə ata vəzifəsində olanda ciddi bir insan olmalıdır. Baş obrazımız belə fikirləşir. Biz bu cümlədən belə bu baş obraz haqqında çox ciddi bir şeylər başa düşə bilərik. Başa düşə bilərik ki, deməli, atası ilə arasında hər hansı bir problem var və s. Amma ki, bu cümləni məsələn oxuduq biz və mən bu cümləni oxuyanda yadımdadır ki, oturmuşdum, fikirləşmişdim. Həqiqətən də insanın görün düşünməsi ilə biz həyatın nə qədər bir şeylər anlaya bilirik də. Yəni ki, bir cümlə ilə belə deyir ki, atalar ciddi olmalıdır. Bu cümlə ilə belə biz o insanın bütün hər şeyini əslində anlaya bilirik. Oturdum, fikirləşdim, sonra davam elədim kitabı oxumağa. Amma kinoya baxanda sizə bu qədər təsir eləmir. Kinoda baxanda məsələn adi bir cümlə idi mənim üçün. Deyirsiniz, gülürsüz, keçir. Və yaxud oturursunuz 2 saniyə ağlayırsınız, baxırsınız, keçir. O düşünmə şeyi gəlmir də sizə. Düşünə bilmirsiniz. Amma kitab elə bir şeydir ki, siz bunu oxuyub həm də dərk edirsiniz. Yəni bilmirəm. Bəlkə də ancaq mən dərk edirəm. Həqiqətən kitab sevməyən insanları anlaya bilmirəm. Yəni bu kitabı oxusaz, bu kitab da çox gözəl bir kitabdır. Bu arada hər kəsə çox tövsiyə edirəm. Oxuya bilərsiniz və sizə kitab sevməyə alışdıracaq bir kitab olduğunu düşünürəm. Yəni ki, oxuyun arkadaşlar. Məsələn belə bir cümlə də var. Deyir ki, anası deyir ki, bunlar deməli təzə evə köçürlər. Ən başda da. Anası deyir ki, yəni heç nə olmaz da orada da özünə təzə dostlar edinərsən falan. Amma uşaq gör, uşaq elə fikirləşir. Uşağın bu yaşda bu qədər şey fikirləşməsi və yaxud yazısının dostluğu bu qədər üstün tutması falan çox qəşəngdir. O qədər belə adama təsir eləyir. Yəni inansız belə kitabları oxuyandan sonra adi bir dostluğa da başqa cür baxacaqsınız. İnsanlara başqa gözlə baxacaqsınız. Onların düşüncəsinə önəm verməyə başlayacaqsınız. Bəlkə daha həssas olacaqsınız. Həqiqətən də dünya həssas olan insanlar üçün bir cəhənnəm kimi bir yerdir. Mən buna çox inanıram bu fikrə. Kimin sözü idi yadımda deyil, amma çox gözəl bir sözdür. Amma ki, bu dünyanı qurtaracaqsa həssas olan insanlar qurtaracaq deyə düşünürəm. Yəni kitab oxuyan insanlar. Yəni deyir ki, bir uşağın deyir, ən yaxşı 3 dostunu seçməsi elə bir asan bir şeymiş kimi anası durur ona deyir ki, heç nə olmaz da orada da gedərsən özünə təzə dostlar taparsan. Dostluq biraz dərin mövzudur. Hər kəsin də biraz hardan çıxartmışdım mən bu kitabı? Hər kəsin də o dost olma gücünə sahib olduğunu da düşünmürəm. Hər kəslə dost olunmamalıdır həqiqətən də. Davam edək. Yəni ki, filmə baxmaq ayrı bir histir, kitab oxumaq ayrı bir histir. Təbii ki, filmə baxmaq daha rahatdır. Qatılıram bu fikrə. Çünki açırsınız, baxırsınız da. Amma həqiqətən sizin məqsədiniz baxıb keçmək deyilsə, oradan nəsə öyrənmək istəyirsinizsə, hər hansısa bir dərs çıxarmaq istəyirsinizsə, mən kitabların daha məqsədə uyğun olduğunu düşünürəm. Bu qədər kitabın hamısını nə vaxt oxuyacaqsan? Allahım, bu sual həqiqətən mənə o qədər ünvanlanır ki, mən sizə bunu istəyirəm. Yəni, otağıma biri girir, hər hansısa biri. Eyni suallar verirlər, kitab rəfini görürlər. Bu qədər kitabın hamısını necə oxuyacaqsan, nə vaxt oxuyacağam? Siz mənim üçün narahat olmayın. Bu sualı keçirəm, bayaqki sualına oxşardı çünki. Ay Allah, bax bu sual, bu daha çox Wattpad kitablarına verilən bir sualdır. Mənim bu arada Wattpad kitabım 3 dənədir. Çox az Wattpad kitabı alıram. Əslində tək Wattpad kitabı yox. Deyir ki, yəni kitabı niyə alırsan? Onsuz da PDF-i pulsuz var. Arkadaşlar, belə deyim də sizə. Mən məsələn aldığım Wattpad kitablarından Beyaz Ləkə var burada. Göstərə bilərəm sizə. 2 seriyası da var. Bir də bayaq dediyim filmi də olan bir dənə kitab var. 4x1K o var. Onun üçün yeri tutan əlim çatmır, onu götürə bilmirəm. Belə deyim də sizə. Mənim üçün kitabın səhifələri ilə oxumaq ayrı bir şeydir. Telefondan kitab oxumaq tamam ayrı bir şeydir. Kiminə görəsə telefondan oxumaq daha yaxşı ola bilər. Kiminə görəsə kitabdan oxumaq daha yaxşı ola bilər. Mən telefondan oxumağı o qədər də sevmirəm. Yəni məsələn burada bu qədər kitab var ikən mən şəxsən durub PDF oxumuram və yaxud da bir kitabı gedib ala bilirəmsə əgər çalışıram ki, gedim alım. Çünki
yəni o kitabın vərəqlərini əl vura-vura hiss eləyə oxumaq ayrı bir şeydir də. Yəni siz bu hissi gedib kitab sevməyən bir insana izah eləyə bilməzsiniz. Bəlkə də bu kitab sevməyən bir insan üçün deyəcəksiniz ki, nə vardı burada? Ha telefondan oxudun, ha kitabdan oxudun. Eyni his deyil. Eyni his deyil. Bunu hamımız çox yaxşı bilirik kitab sevərlər olaraq. Davam edirəm ona görə. Ondan sonra ay Allah, çox qəribə suallar var. Bir kitabı iki dəfə oxuya bilirsənmi? Əslində bu biraz absurd bir sual deyil, qəşəng bir sualdır. Bir kitabı iki dəfə oxuya bilirəm. İki dəfə oxuduğum kitablardan çox kitab var əslində. Amma məsəl üçün tutaq ki, hardadır o kitab mənim istədiyim, göstərmək istədiyim Leyla kitabı. Ay da düşürdüm. Nəysə, qoyaram sonra. Leyla. Mükəmməl bir kitab. Leyla kitabında mən sizə belə deyim də, mən bu kitabı 3 dəfə oxumuşam. Üçündə də fərqli cür düşünmüşəm əslində. O qədər də tövsiyə eləmirəm sizə. Nə mənada tövsiyə edirəm? Biraz içində bu neçə yaş üstüdür bu kitab? Bir də baxın. Yazılmayıb üstündə. Əslində yazılmalıdır, çünki yazılmayıb. Yoxdur. Kitabı belə başlayır. Belə başlayır ki, kitab düşünərək yaşayanlar üçündür. Çox qəşəngdir. Belə deyim də sizə, buradakı baş obrazımız Leyla Bosniyalı bir qızdır. Uşaqlığından başlayır və sonra uşaqlığında yaşadığı hadisələr, klassik atası ilə problem olan qız obrazı. Bu arada gerçək həyat hekayəsidir. Ən sevdiyim kitab növü gerçək həyat hekayəsi olan kitablardır. Çünki fikirləşəndə ki, bu hadisə həqiqətən yaşanıb, belə şey oluram, həyatdan soyuram, daha da elə bir ki, xoşuma gəlir həyatdan soyumaq. Və qız nənəsigilə gedir bəzi ailə problemlərinə görə, həm də təhsil almaq üçün nənəsigilə gedir. Heç vaxt yadımdan çıxmaz bu kitabın mövzusu. Və müharibə başlayır. Qızın bəxtinə müharibə başlayır. Qız nənəsigildən falan uzaq düşür müharibə vaxtı. Güya ki, müharibə olmayan bir zonaya getmək istəyir. Orada bir qohumlar falan olur. Neysə, bu qohumlar qız satır. Yəni nə mənada satır? Qarşı tərəfə verirdi onların. Bu arada dini müharibədir. Müharibənin detalları, qızın başına gələn işgəncələr. Yəni əgər siz bu işgəncələri oxumaq istəmirsinizsə, oxumayın bu arada. Çünki işgəncə oxumaq biraz insan çox təsirləndirir. Bilmirəm, heç oxumusunuzmu, amma işgəncə oxumaq biraz çətin bir prosesdir. Elə-belə bir şey deyil. O qədər adam belə tüylərim tikən oldu da. Arxasında da yazıb ki, tükürpərtici gerçək həyat hekayəsi. Bu kitabı 3 dəfə oxumuşam və hər dəfə oxuyanda da bir nəfəri günahlandırıram. Bəzən qızın anasını günahlandırıram. Deyirəm ki, bəlkə başqa cür nəsə etiraz eləyə bilərdi. Bəzən qızın atası zaten günahkardır da, nəysə. Bəzən qızın atasını günahlandırıram. Bəzən qızın özünü günahlandırıram. Deyirəm, niyə ora getdin, getməzdin, qalardın burada falan. Nə bilim, hər dəfə birini günahlandırıram və hər dəfə oxuyanda da ayrı cür kitabı sevirəm. Ancaq kitabı dəfələrlə oxumaq məncə gözəl bir şeydir. Nəinki kitabı dəfələrlə oxumaq adama hər dəfə yeni bir şey qazandırır. Fərqi yoxdur, yəni siz eyni kitabı oxusanız heç nə qazanmayacaqsınız deyə bir şey yoxdur. Hər dəfə yeni bir şey qazanacaqsınız. Kitab oxuyanda bir şey qazanacaqsınız. Düz oxuduğunuz kitaba da baxır. Bəzən gizli kitablar çoxdur, yalan yox da yəni. Amma ki, belə deyim də sizə, mən bu videoda göstərdiyim bütün kitabları oxusanız dərs çıxara bilərsiniz. Bu kitabı da oxuya bilərsiniz, amma biraz belə deyim də, yəni ürək parçalayan yazı arxasında orada gördüm. Biraz təsir edici bir kitabdır. Ola bilər ki, xoşunuza gəlməyən səhnələr olsun. Qadına şiddət mövzusuna olduqca toxunulub. Axırda müharibədən sonra da Leylanın həyatı bütün həyatına təsir eləyirdi o müharibə. Müharibədən hətta sağ çıxması belə böyük bir şeydi də, yəni. Ay, yadıma düşür, həqiqətən hər insanın oxumalı olduğu kitablardan biridir də, yəni. Davam edirik arkadaşlar. Diğer sualımız. Kitab oxumaq sənə nə qazandırır ki? Mən heç nə qazandırmır. Mən bekaram, bütün gün oturmuşam burada. Kitab oxuyuram, elə belə ürəyim sıxılmasın. Kitab oxumaq, bəzi kitablar var ki, adama həqiqətən heç nə qazandırmır. Amma heç nə qazandırmasa belə, ən azından nəsə oxuyursunuz. Siz necə? Nəsə oxuyub,
danışığınızı falan irəlilədə bilərsiniz də. Söz bazanızı, danışığınızı deməyək də əslində söz bazanızı. Yəni Azərbaycan dilində oxuyursunuzsa təbii ki. Məsələn, ingilis dilində öyrənmək istəyirsə, ingiliscə kitab oxumaq sizə olduqca kömək eləyəcək, mütləq dərəcədə kömək eləyəcək. Amma mən bu vaxta kimi vallahi oxuduğum kitabların hərəsindən nəsə qazanmışam. Nə qazanmışam? Birində dostluq öyrənirsiniz, birində valideynlə uşaq arasında əlaqəni öyrənirsiniz, birində valideynlərin arasında əlaqəni öyrənirsiniz. Nə bilim, hərəsindən bir dənə, birində müəllimi öyrənirsiniz, birində psixoloq olursunuz. Hər kitabda bir dənə obraz olursunuz. Bu qədər gözəl bir şeydir ki, yəni bunu həqiqətən mən sizə izah eləsəm bilmirəm. Məsələn, mən bu axırıncı dəfə bitirdiyim Səssiz Pasient kitabı idi. Səssiz Pasient kitabında kitab Teonun dili ilə yazılmışdı. Teo da burada belə deyim də psixoloq obrazıdır. Spoiler vermək istəmirəm, amma ki biz bu kitabı Teonun dili ilə oxuduq, psixoloqun dili ilə oxuduq. Əslində bu kitab boyu bir psixoloq olduq. Deyir ki, məsələn Teo özü deyirdi ki, kitabda yəni biz deyir, baxma ki, dəliləri müalicə edirik. Əslində hər insan bir dəlidir. Yəni psixoloq özü də özünə dəli deyir. Deyir ki, yəni məsələn mən səni psixoloji cəhətdən müalicə edirəmsə, bu o demək deyil ki, mən psixoloji cəhətdən sağlam bir insanam. Başa düşdünüz necə? Yəni çox gözəl, belə incə yazılmış bir kitab idi bu arada Səssiz Pasient. Yəni ki, hər kitabda bir obraz ola həyata qarşı baxış açınız getdikcə dəyişir, gün keçdikcə. Nə bilim, daha da böyüyürsüz, bəlkə olgunlaşırsınız, bilmirəm də. Hər insan bir şey götürür. Hər insan da bir kitabdan fərqli nəsə qazanır bu arada. Yəni bu o deməkdir ki, mən bu kitabı oxumuşam, bunu başa düşmüşəmsə, sən də oxuyub bunu başa düşəcəksən. Belə bir şey yoxdur. Yəni ki, o sənin oxuma tərzindən, oxuma stilindən asılı olan bir şeydir. Bu kitablar dekor üçündür, yoxsa həqiqətən oxuyursan? Dekor üçün deyil. Amma dekor üçün olan kitablarım var. Orada əlim çatmır amma Kiril əlifbasına olan bəzi kitablarım var. Nənəm vermişdi onlar mənə. O kitabları oxumamışam hələ. Bəlkə də oxuyaram. Amma ki hələ ki onlar dekor üçün qoymuşam. Çox da qəşəng görsənirlər. Amma arkadaşlar, mən bu kitabları bura niyə dekor üçün qoyum? Siz dəlisiniz. Niyə mən səbləşdim? Bu necə bir sualdır? Neysə səbləşdim. Dekor üçün. Yo, dekor üçündür. Telefonu qırağa qoyub necə saatlarla kitab oxursun? Ayda bu arada absurd sual deyil, çox ciddi bir sualdır. Mən əvvəllər imtahandan qabaqda hər gün kitab oxuyurdum. Çox sevirdim kitab oxumağı. 9, 10, 11-ci siniflərdə kitab oxuma şeyim itdi mən. Getdi. Mən dedim ki, yəqin bundan sonra mən bir də kitab oxuya bilmərəm. Bu biraz kitabın özündən asılı olan bir şeydir. Bəzi kitablar o qədər can sıxıcıdır ki, adam, baxın bu kitabı belə oxuyurdum mən. Bir səhifə fırladıram, girirəm Instagramda biraz belə fırlanıram, təzdən gəlirəm, təzdən. Belə kitab oxuyarlar? Yox. Yəni o kitabı əgər bəyənməmişsinizsə yaşanan bir şeylərdir. Mən bir an qorxdum ki, bu kitab oxuyanda ömrümün axırına kimi belə gedəcək. Mən bundan sonra kitab oxuya bilməyəcəm. Ancaq telefona bağımlı şəkildə qalacağam. Amma Səssiz Pasiyenti oxuyanda o qədər Səssiz Pasiyent dedim, o yüzden gözümün kitabı sizə göstərəcəm. Ay, tırnağım içdi. Budur. Çox qəşəng kitabdır. Hara qoyum bunu? Bura qoyuram, təzdən göstərdim. Səssiz Pasiyenti oxuyanda kitab uçur, 382 səhifədir. Kitab uça-uça gedir. Hər cümləsində bir dənə ayrıntı var. Hər cümləsində deyirsiniz ki, görsən qatil kimdir, qatil kimdir, qatil kimdir. Axırda da qatil çox əlaqəsiz biri çıxır, nəysə. Və heç telefon yadıma da düşmədi. Telefonu atmışdım ora, telefonu orada zərətqə yığırdım, mən oturmuşdum orada kitab oxuyurdum. Yəni kitabın özündən asılı olaraq da demək ki, yəni siz o kitabı oxuyanda telefon yadınıza düşürsə, demək ki, o kitab sizə maraqlı gəlməyib də arkadaşlar. Elə kitabları oxuyub vaxt itirməyin. Ondan sonra gedin telefona baxın. Uydurma şeylərə niyə pul verirsən? Yəni onsuz da uydurmadır, özləri qruplar. Sən niyə buna pul verirsən? Allahım, pul məsələsində ümumiyyətcə çox şey olur ki, yəni bu qədər kitaba pul verməyə dəyməz. Bunları PDF-dən də oxuya bilərsən. Mən sevirəm. Mən gedib pulumu, nə bilim, gedərəm nədənsə pul kəsərəm, kitaba verərəm. Hərənin pulu vermə yönü başqadır. Məsələn, tutaq ki, atıram, paltarımdan kəsərəm pulu, kitab alaram. Mən çünki bilmirəm, yəni necə yəni pulunu niyə buna verirsən? Yaxşı eləyir. Bu kitablardan bəlkə də 100 neçə dənə kitab var, 110 dənə kitabda səhv eləmirəmsə, 110 dənə kitabdan bəlkə də 25 dənəsi zət gerçək həyat hekayəsidir. Qalanların hamısı
o absurd insanların deyişiyle uydurmadır. Amma ki nə əlaqəsi var uydurma deyil. Kitabdır da dostlar. Belə niyə yanaşırsınız kitabı? Çox əsəbləşdim. Ay, çox pis sağlar. Kitab oxumaqla varlanacaqsan. Varlanıram. Həqiqətən varlanıram, amma çox ironik demirəm, yəni onu. Kitab oxumaqla varlana bilirsiniz. Nə mənəvi şəkildə varlanırsınız da, yəni. İnsanlara görə varlanmaq ancaq pul deməkdir məsələn. Amma bu əgər kitabı sevə-sevə oxuyan bir insansa, qarşımda gözəl bir kitab sevər bir insan varsa, o kitab sevər insan biləcək ki, varlanmaq təkcə pulla alınan bir şey deyil. Siz zehninizdə yeni bir qapı da açılsa, o sizin üçün varlanmaqla bərabər olan bir şeydir. Yəni ki, mən hər kitab oxuyanda, yeni nəsə öyrənəndə varlanmış oluram. Vallahi sizi bilmirəm. Siz ola bilər ki, boş-boşuna baxırsınız kitaba. Bilmirəm da, mən elə başa düşürəm. Bu kitabların hamısını niyə saxlayırsan? Başqa insanlara verə bilərsən qutardığın kitabları. Bu fikrə əslində bir tərəfi qatılıram. Bu biraz əslində bəzi insanlara görə işin göstəriş tərəfi ola bilər. Mən şəxsən oxuduğum kitabları göstərmək sevirəm. Ola bilər ki, siz sevməyəsiniz. Yəni məsələn bu kitabı oxudunuz, gedin verin kiməsə. Ya da gedin kitabxanadan alın oxuyun. Baxın, bu çox önəmli. Bizim kitabxanadan alırsınız, oxuyursunuz, sonra təzədən qaytarırsınız. Mən elə edə bilmərəm. Yəni mən başqasından kitab alıb da oxuya bilmərəm. Kitabxanadan da kitab alıb oxuya bilmərəm. Gedib hardasa bir yerdən kitab götürüb oxuyub təzədən qoyub elə olmur. Yəni, oxumuşamsa da vaxtı ikən gedib o kitabı almalıyam. Məsələn Beyaz Lekeni mən əslində oxumuşdum, amma getdim kitab halını da aldım. Tutaq ki. Yəni ki, belə deyə bilərəmsə, mən kitablarımı göstərməyi sevirəm. İstəyirəm ki, gözümün önündə olsunlar. Amma sizin üçün bunun çox əhəmiyyəti yoxdursa əgər, yəni elə də eləyə bilərsiniz. Bu bir məcburiyyət deyil ki, kitabları saxlamaq lazımdır. Hətta qəşəng kampaniyalar var. Məsələn, kitab dəyişdirmək olur. Sən verirsən, o sənə verir falan. Mən elə bəyənmirəm, amma bəyənirsinizsə, niyə də olmasın? Yəni insana özündən asılı olan bir şeydir. Bütün kitab sevərlər kitabını saxlamalıdır deyə bir şey yoxdur. Kitab rəfini göstəriş üçün almısan. Bu kitab rəfini göstəriş üçün almışammı? Yox əslində. Yəni realist danışacağam, yox. O biri kitab rəfim hal-hazırda orada qalıb. Həm o biri kitab rəfimə kitablarım tam yerləşmirdi. Buna da tam yerləşmədi. Amma 2 dənə kitab rəfim var. İndi buna qoyacağam. Çatmayanları ora qoymuşam. Bir də dəftərlərimi falan qoymuşam. Yəni nə vaxtsa kitab alanda deməyəcəm, ay Allah yeri yoxdur, ara qoyaram falan. Ən sevmədiyim şeydir. Kitablar üçün ayrı bir yer olmalıdır məncə. Kitab rəfi yəni olmalıdır məncə. Və yəni almışam, yəni alıb qoymuşam. Niyə göstəriş üçün alım ki? Kimə göstərirəm, sizə göstərirəm, sizə göstərməyim, niyə? İlk dəfə kitab rəfimin qabağında video çəkirəm bu arada. Və çox bəyəndim bu kitab rəfimi ona görə. Yəni çalışdığım qədər özənlə düzmüşəm, o yüzden. Hədiyyə olanda, hədiyyə vaxtı, yəni niyə həmişə kitab hədiyyəsi istəyirsən? Mən kitab hədiyyəsi istəyirəm, mən bir də anamdan istəyirəm kitab hədiyyəsi. Hədiyyə istəmək mən sevmirəm ümumiyyətcə, hədiyyə istənilməz deyə düşünürəm. Amma hədiyyə alınsa, kitab alınması yaxşı olarmı? Olar. Əslində baxır kim? Bəzi insanlar kitab ala bilmirlər, heç kusura baxmayın. Bu vaxta kimi elə bir hal olmayıb bu arada. Deyim, ay mən pis kitab alıblar, oxumamışam. Yox, olmayıb. Amma ki, bəzi insanlar kitab seçə bilmirlər və yaxud mənim oxuduğum kitabı gedib təzədən ala bilərlər. Çox pis bir haldır. Eyni kitabdan 2 dənə istəmərəm şəxsən. Yəni belə hallar yaşana biləcəyi üçün çox vaxt kitab istəmirəm. Kitab istədiyim adamlar da mənim kitab rəfimi bilən və yaxud kitab zövqünə inandığım adamlardır. Bu anam ola bilər, bir də məxluq ola bilər. Başqa heç kimdən də kitab istəməmişəm vaxtı kimi. Yəni ki, çünki onların kitab zövqünə inanıram. Bilirəm ki, həqiqətən qəşəng kitablar oxuyurlar. Bir də ki, yəni ki, hədiyyə olanda da başqa bir hədiyyə fikri mənim çox hədiyyə fikri var da, yəni başqa nə ala bilərsiniz ki, kitabdan başqa nə ala bilərsiniz ki? Bilmirəm, mən kitaba pul vermək daha məntiqli gəlir. O baxımdan hədiyyə mənasında kitab daha məntiqli bir hədiyyədir. Neysə. Kitab oxumaq gözünü xarab etmir. Telefona baxmaq gözümüzü xarab eləmədiyi kimi bu da eləmir. Kitab oxumaq mənim gözüm bu arada, yəni mənim gözümdə problem şükür Allaha ki yoxdur, olmasın da.
Yəni bilmirəm, eləmir dostlar. Baxır o kitabı necə oxuduğunuza, qaranlıq otaqda oturub kitab oxusa təbii ki, gözünüzü xarab eləyə bilər. Kitab oxumaqdan bezmirsən? Yox. Yox. Yəni Allahım, hər dəfə eyni kitab oxumuruq ki, başqa 1000 dənə kitab var burada. Seç bəyən, al, oxu da, yəni. Mən heç kitab oxumuram. Nəsə itirirəm ki, yəni səndən nəsə artıq əskim var. Var, baxın. Mən şəxsən belə deyim də sizə, kitab oxumamış insan, oyda mən çox qəribə gəlir. Yəni necə yəni kitab oxu? Həqiqətən nəyisə itirmişsiniz, sayılırsınız bu arada. Mən bunu sizə bunu deyim. Zarafat eləmirəm, çox ciddiyəm bu dəqiqə. Kitab oxumayan insan çox böyük şey itirmişdir. Təsəvvür edin, sizin burada qazana biləcəyiniz o qədər şey var. Siz bunları qazanmırsınız. Demək ki, nəyisə itirirsiniz də həmçinin. Oxuyun da, yəni yaşla asılılığı yox deyə bunun. Ay Allah, mən çox hələ bu kitab mənim yaşıma uyğun deyil. Boş söhbətlər. Bu kitabın üstündə yazılan yaşlar da boş söhbətlərdir. Kitabları oxuya-oxuya kitab yaşı deyə bir şey var ümumiyyətcə məncə. Necə yəni, məsələn, tutaq ki, bəzi insanlar, mənim kitab yaşım böyük olduğunu düşünürəm. Nə baxımdan? Bəzi insanlar var ki, məsələn, işgəncə kitabları oxuya bilmirlər, qadına şiddət oxuya bilmirlər, belə bəzi insanlar, nə bilim, qan, belə şeylər oxuya bilmirlər də, yəni cinayət, nə bilim, nə. Yəni o insanların kitab yaşı aşağıdır da, yəni ki, oxuya bilmirlər. Bəzi insanlar var, kitab yaşı yüksəkdir. Yəni məsələn, bəzi kitabların üstündə yazır ki, bu kitab şiddət içərir, nə bilim, nə içərir. Mən elə şeylər oxuya bilirəm. Halbuki 18 yaşdan böyükdür. Düz indi 18 yaşıma da az qalıb, amma yenə də yəni. Yəni ki, kitab insana lazımdır. Ən çox eşitdiyin və səni içindən of dedirtən sual hansıdır? Bu kitabların hamısını oxumamısan, bu kitabların hamısını oxumusan, bunları nə vaxt oxuyacaqsan? Bu sual mən ən çox eşitdiyimdir və ən çox da bezdim, yetər dediyimdir. Adam da həmişə bilmir nə cavab versin. Cavab verməyəcəm sizə bundan sonra. Kitab oxuyan biri kimi sənə deyilən ən qəribə cümlə nə olub? Mənə deyilən ən qəribə cümlə nə olub? Qəribə cümlə deyəndə belə bir şey olub ki, belə deyim də, kitab zövqü baxımından insanlar arasında çox şey var. Məsələn, bəzi insanlara görə klassik kitab oxunmalıdır. Dostoyevski, Shakespeare, nə bilim nə. Bu kitabları oxumayan insan kitabsevər bir insan kimi görülmür. Mən ən əsəbləşdirən cümlə o olur ki, mən bir Dostoyevski kitablarım var burada. Bunlar Dostoyevskidir çoxu. Bir də orada da var. Məsələn, mən Dostoyevski kitablarımı çox sevirəm. Amma ki, hələ onu oxuyacaq bir kitab yaşım olduğunu düşünmürəm. Xüsusən də rus ədəbiyyatı biraz ağır ədəbiyyatdır. Əgər kitab oxumağa yeni başlayırsınızsa, uzun bir müddət oxumamısınızsa, indi başlayırsınızsa, tövsiyə görməzdim ki, klassik kitablarla başlayasınız ümumiyyətcə. Ümumiyyətcə, bu rəfin çoxu klassik kitablardır. Yəni, bu kitablarla başlamağı hələ ki, çox tövsiyə eləməzdim ki, bu kitabların çoxunu oxumamışam bu arada. Çünki kitab yaşım hələ ora çatdığını düşünmürəm. Bu kitablar bilirsiniz necə kitabdır? Alırsınız əlinizə, məsələn, tutaq ki, bir idam məhkumunun son günü. Alırsınız bu kitabı əlinizə. Klassik kitab belə bir şeydir ki, dostlar. Yəni, oxuyub başa düşmək lazım deyə bunu. Oxuyursunuz. Bunu başa düşə-düşə də, yəni belə paputu oxuyub keçməyi hər kəs eləyə bilər. Mən də indi bu dəqiqə alaram. Burada neçə dənə səhifə var ki, belə baxın, 70 neçə səhifə şeydir. Bunu oxumaq əslində asan bir şeydir. Amma ki, başa düşə-düşə oxumaq lazımdır bu klassik kitabları. Və mənim ən sevmədiyim də budur ki, bəzi insanlar klassik kitab oxumayanlara deyirlər ki, bədii kitab, ancaq bədii kitab oxuyursan? Hə, ancaq bədii kitab oxuyuram. Çünki hələ klassik kitaba yaşımın çatdığını düşünmürəm. Kitab yaşının çatdığını düşünmürəm. Yəni, halbuki burada çox qəşəng kitablar var və hamısını da oxuyacağam. Mütləq oxuyacağam. Amma hələ yaşım çatdığını düşünmürəm. Yəni, ən sevmədiyim cümlə, ən qəribə cümlə odur ki, ən qəribə görüş də yəni. Nə bilim, kitabdır da, hərənin öz sevdiyi bir kitab növü ola bilər. Biri dedektiv sevər, biri nə bilim eşq sevər, biri nə bilim nə sevər. Yəni o sizə aidiyyatı olan bir şey deyil. Siz bunu durub heç kimi yargılaya bilməzsiniz bu mövzuda. Daha sonra biraz gəldik qəşəng suallarımıza. Biraz uzun bir video olacaq, amma bol-bol danışdığımız videolar üçün çox darıxmışam, ona görə çəkmək istədim.
Kitab oxumağa başlamağına səbəb olan kitab hansı idi? Kitab deyil də yazıçı deyək. Reyhan Yusif qızı deyəcəm. Çox sevirəm. Reyhan Yusif qızı mənim uşaqlığımın yazarıdır və demək olar ki, bütün kitabları var məndə. Bir dənə son illərdə çıxan kitablar yoxdur. Göstərəcəm sizə bir dəqiqə. Orada da var ya bu arada. Ən sevdiyim kitabı görün buradadır. Evet, ilk oxuduğum Reyhan Yusif qızı kitabı. Bir dəqiqə. Aysu. Çox qəşəng kitab idi və mən bu kitabı çox oxumuşam. İlk oxuduğum uzun kitab buydu. Mən buna kimi qısa kitablar oxuyurdum. Nağıl kitablar falan oxuyurdum ya da ensiklopediyalar oxuyurdum. Çox sevirdim orada ensiklopediya uşaq olanda. İndi həvəsim heç çatmır. Necə oxuyurmuşam uşaq olanda, halal olsun mənə yəni. Bu kitab mənim oxuduğum ilk uzun və yazıcısını sevdiyim ilk kitabdır. Bu yazısının məndə demək olar ki, bütün kitabları var. Ən uşaq kitablarından tut. Yəni bütün kitablarda var. Çox sevirəm bu yazısını. Və hamısı da imzalıdır. Hamısı da imzalıdır. Zəhrə qızıma Aysunun müəllifindən 2023-cü ildə imzalatmışam. Və bu kitabı da 2019-cu ildə almışam. Bundan 7 il öncə. 10 yaşım falan, 10 yaşım olur, hə, 10 yaşım olur. Çox sevirəm. Hər dəfə də oxuyanda bir dənə cümləsini altından xətt çəkirdim. Məsəl üçün, tutaq ki, sizə göstərim, gözləyin. Siz necə? Mən məsələn kitab oxuyanda bir dənə də bunu fikirləşirəm ki, məsəl üçün belə deyim də, hər dəfə xətt çəkdiyim cümlələrə baxıram bəzən, açıram. Görürəm ki, arada nə qədər fərq var. Bəlkə də bu kitabı indi oxusam, eyni cümlələrin altına xətt çəkməzdim. Bəlkə də o cümlələr mənim üçün əhəmiyyətsiz bir cümlələr idi. Amma deyirəm ki, hər insanın hər yaşda düşüncəsi o qədər dəyişir ki, həqiqətən. Yəni, məsələn, bu cümləni burada çox sevdim. Altından da xətt çəkmişəm. Deməli, bu Aysu obrazın qonşuluğa gələn 2 dənə uşağının dostluğu var. Və qonşu bağa baxır, qonşunun həyətinə, bağına baxır və deyir ki, qonşu bağın səliqə səhmanını, dairəvi gül ləklərini yadına saldı. Nədənsə özünü ora heç yaraşdırmadı. Çox qəşəng cümlə idi. Yəni, ya, ağlayacağım. Aysu obrazını o qədər sevirdim ki, belə özümü çox oxşadırdım, çox sevirdim. Məsələn, deyir ki, yaxşı deyirlər, adam anasından yetim qalır, atasından yox. Mən sağam, kimə lazımam, o isə lap tez getdi. Nənə Aysunun anasını yadına salıb dizinə döydü. Necə tez getdi? Yəni ki, burada anasız bir obrazdır, atası uzaqdadır və nənəsindən yaşayır. Nənəsini çox sevən bir obrazdır. Mükəmməl bir kitab idi. Yəni, mənim üçün və 2 manat 80 qəpik almışam o vaxt. Çox qəşəng. Qiymət də var, maşallah. Mükəmməl. Axırda da Aysu bu arada çox uğurlu bir iş qadını olur. Çox gözəl. Ya, çox şirin. Çox bəyəndim. Yadıma düşdü belə o günlər. Qoyuram. Davam edə bilərik. Yəni ki, Reyhan Yusif qızı mənə kitab oxumağı, uzun kitab oxumağı ilk sevdirən yazıcı olub həqiqətən. Səni ən çox dəyişən kitab. Məni ən çox dəyişən kitab. Belə bir baxıram. Məni ən çox dəyişən kitab Leyla da ola bilər bu arada. Mən Leylanı oxuyanda biraz uşaq idim həqiqətən. Və o kitabı oxudum. Belə qaldım. Həyat bu qədər acımasızdır. Yəni və kitabın sonu o qədər pis idi ki, yəni nə mənada pis idi. Mən gözləyirdim ki, indi bu qadın sonda uğur əldə edəcək falan, amma dedim ki, bəzən bəzi kitabların sonu yaxşı bitmək məcburiyyətinə deyil. Bəzi kitablar, bəzi hekayələr yaxşı sonluqla bitməz. Mən ilk dəfə o kitabda onu gördüm və o qədər pis olmuşdum ki, həqiqətən çox pisdir. Yəni hələ də istəyirəm ki, o kitabın bir ardı olsun, nəsə bir şey olsun, o qadına nəsə belə bir xoşbəxt olsun istəyirəm. Nə uşağından dəyər gördü, nə yoldaşından dəyər gördü, nə anasından, nə atasından. O qədər də əziyyət çəkdi. Yəni bəzən həqiqətən bəzi əziyyətlər qarşılıqsız qalır və insanoğlu buna heç vaxt qəbul olmaq istəmir. Amma bu belədir. Bu belədir. Və mənə ən çox dəyişən kitab həqiqətən desən Leyla oldu. Leyla kitabını çox sevirəm. Çox sevirəm. Mən belə
Ürəyimin burasını sevirəm. Amma başqa kitablar da var, təbii ki. Pərinüş səni var. O tərəfdə çox ərinirəm onu qeyd götürməyə. Pərinüş səni. Çox qəşəng kitab. Ümumiyyətlə İran həyatında yazılan kitabları çox sevirəm. Bir də gözüm o kitab burdadırmı? Hə, bu. Gözəl bir uğur hekayəsi. Bu kitab da çox qəşəngdir. Səhra çiçəyi. Yəni bu da həqiqi həyat hekayəsidir. Ümumiyyətlə həqiqi həyat hekayələrini mənə daha çox dəyişir. Daha çox şey qazandırır mənə. Çünki o qadınların çox vaxtda qadın olur başrolda. Çünki bilirik ki, qadınlarımız biraz hər zaman fərqi yoxdur dünyanın hansı hissəsində, hər bir hissəsində əziyyət çəkirlər daim, indi də, bu gün də, dünən də, sabah da, inşallah sabah. Yəni gələcəkdə inşallah ki, bu ortadan qalxar, amma hələ ki vəziyyət belədir. Və ona görə də istəyirəm ki, belə kitablar daha çox hər kəs oxusun. Fərqi yoxdur, kişi, qadın, amma hər kəsin oxumalı olduğu kitablardır. Biraz da olsa məncə bu kitablardan sonra insanlarla emosiya qurmaq falan bəlkə artar deyə düşünürəm inşallah. Daha sonra heç kaş bunu bitirməyəydim dediyim kitab olub. Əslində olur, amma o hiss sonra keçir. Bəzi kitablar olur ki, sonunu bəyənmirəm. Amma o hiss bir müddət sonra yaddan çıxır. Əsas deyirəm ki, əsas odur ki, məsəl üçün oxudum, nəsə qazandırdı mənə. Məsələn, Cizgili Pijamalı Çocuk kitabında da sonu məsələn çox pis bitmişdi. Dedim, kaş bitirməyəydim. Yəni o qədər ağlamışdım o kitabdan sonra. Kaş bitirməyəydim. Yəni amma ki hər kitab bitir və hər kitab bitəndə də bizdən nəsə aparır, həm də nəsə qazandırır. Ona görə bitirmək lazımdır. Bir kitabın içində yaşamaq şansın olsa hansını seçərdin? Qəşəng sualdır. Biraz daha əyləncəli bir kitab seçərdim, nə yəqin ki. Baxın. Hansı kitabın içində yaşadığımızı deyim sizə. Hal-hazırda hansı kitabın içindəyik? Hamımız. Heyvan çiftliyi. Mən bu kitabın içində yaşamaq istəməzdim əslində. Çünki yaşayırıq və çox bərbad da bir mühitdə yaşayırıq əslində, fərqində olmadan. Bəlkə də həyat hər kəs üçün çox gözəl görünə bilər, amma bu siyasi bir kitabdır. Əslində çox böyük siyasi mətləblərə burada toxunub da, yəni. Oxuyun bu kitabları dostlar. Bu kitabı oxuyun. Belə olacaqsınız, donub qalacaqsınız. Deyəcəksiniz ki, yaşadığımız hər şey yalandır əslində. Həqiqətən ətrafımızda gördüyümüz hər şey bəlkə də başımızı qatmaq üçündür. Bəlkə də belə olmamalıdır hər şey. Bəlkə də biz səhv bir mühitdəyik. Bunların hamısını sizə düşündürəcək, uzun düşündürəcək bir kitabdır, 100%. Əgər düşünməyi sevirsinizsə təbii ki. Və bu kitabın içində yaşayırıq əslində. Amma hansı kitabın içində yaşamaq istəyərdim desəz, bilmirəm. Mən biraz daha çox ağlamalı kitablar seçdiyim üçün. Burada mənim bol xoşbəxt olacağım bir kitab deyəsən yoxdur. Buna cavab verə bilməyəcəm, amma bu kitab hamımızın içində yaşadığımız bir kitabdır. Hər kəs bu kitabdan ibarətdir. Bu kitabı oxumalısınız, mütləq oxumalısınız ha, mütləq. Sona qədər oxuyun. Sonda hər şey başa düşəcəksiniz bu arada. Bir kitabdakı obrazla dost olsaydın o hansı obraz olardı? Pərinüş səni. Gözünlə kitabı götürəcəm. Yəni mənim payım Pərinüş səni. İranda 50 illik bir qadın həyatını bəhs eləyir. O qədər yalnız bir qadın və sonu o qədər pis bitir yenə. Yenə pis bir sonlu. Pis deməyə də yarı qalmış bir son. Və istəyirəm bu kitab bitəndən sonra istədim gedim qadını belə qucaqlayım da, belə istədim belə qalmasın, tək qaldı sonda, tək. O qədər pis olmuşdum da, yəni məni çox dəyişdirən kitablardan biri idi həm də. Bu kitabı qalsın burada elərik, hara qoyum? Yəni bir obrazla dost olmaq istəsəydim, bu kitabı seçərdim. Oradakı ana obrazı ilə dost olmaq istəyərdim. Məncə hər kəs olmaq istəyər. Yenə tövsiyə elədim bir kitab. İranda gerçək həyat hekayəsi. Gerçək həyat hekayələrini hər kəs oxumalı ümumiyyətlə. Yenə bir daha deyirəm.
Ən çox ağladığın kitab. Çox kitab ola bilər bu. Ən çox ağladığım. Bayaqdan göstərdiyim kitabların çoxunda ağlamışam. Ən çoxunu deyə bilməyəcəm amma. Ən çox şoka düşdüyün sonluq hansı kitabda idi? Səssiz Pasient. Şok. Bir də bayaq qurtarmışam deyə hələ də onun təsiri altındayam. Mütləq oxunmalıdır. Hamının sevdiyi amma səni sevmədiyin kitab varmı? 100% var. Mən bir də çox bir insanam. Sosial mediada gördüyüm kitabları çox almağı sevirəm. Yəni o belə sosial mediada gördüyünüz çox popülər kitablar var. O kitabların çoxu məndə var böyük ehtimal. Və bəzi kitablar çox dəhşət sevilir. Hətta deyirsiniz ki, dəhşət sevilir də. Bütün kimdən soruşsan hamı bilir kitabı falan, amma mən oxudum, heç də başa düşmədim ya da xoşuma gəlmədi. Bu nə kitab idi falan. Çox olur elə kitablar. Məsələn, tutaq ki, göstərməyə çox Kiçik Prens. Oğlum, bu kitabın məndə bu halıdır. Bu çox köhnədən almışam və hər bir il mən bunu bir dəfə oxumağa çalışıram. Sona qədər nə çata bilirəm, nə başa düşürəm. Çox anlamlı bir şey var bəlkə mən tutmuram. Yəni bəlkə də bu kitab nə vaxtsa oxunmaq üçün məni gözləyir falan, amma hamı hələ də tərifləyir. Bu kitab neçənci ildən çıxıb bilmirəm. Görüm içində il yazmışam. Yazmamışam, amma mən bu kitabı 2019-da falan almışam böyük ehtimal. Tez-tezə kitab oxumağa başlamışdım. O dəfə də oxumuşdum. Hər dəfə oxuyuram. Hər yay oxuyuram. Ancaq yay fəslində oxuyuram. Niyə bilmirəm. Amma ki sevə bilmirəm. Yəni biraz etiraf edirəm, sevmirəm. Bəlkə də bəzi insanlar çox sevər. Amma ki bu kitabda yaşamaq çatmadı o kitab mənə. Bu. Yəni dostlar, hamı tərifləyir bunu bu aralar. Böyük ehtimal görmüsünüz. Yəni kitabla əlaqəsi olmayan insan belə bəlkə görüb. Çünki hər kəsin əlində bu kitab var. Hər kəs bu kitabla gəzir, amma yəni mənasız kimi hiss elətdirir. Bəlkə də hələ mən o mənanı tuta bilmirəm. O da ola bilər. Rəfimdə ilk aldığım kitab hansıdır? İlk aldığım kitab rəfimdə əslində ilk aldığım kitab burada yoxdur. Mən o kitabları itirmişəm bir hissəsini. Kiçik nağıl kitablar falandır da. Yəni ilk aldığım qalın kitab var, amma bu nağıllar kitabı. Görürsünüz də bir də nə günə düşüb bu biraz. Çox maraqlı kitab idi bu arada. Yəni içində bayağı nağıllar var. İçindəki şəkillər falan da çox maraqlı idi. Mən bir də bunu alanda çox balacaydım. Çox balacaydım deyəndə ki, yəni uşaq idim də elə. İçində çox maraqlı nağıllar var amma. Yəni bayağı da nağıl. Görün nə qədər nağıl var içində. Hamısı da maraqlıdır. Qar kraliçası, düyməcik, çirkin ördək balası. Nə bilim, çox belə qəşəng kitablarda, yəni çoban qızı və baca təmizləyən, küknar ağacı nəminə. Hamısı bir dənəsi belə sıxıcı deyildi. Hələ də yadımdadır bunun içindəki nağıllar. Yəni ki, ilk aldığım kitab budur. Çox da qəşəng kitab idi. Evet. Davam edirik. Ən gözəl üz qabığı olan kitab. Çox çətin sual. Çox çətin sual. Bunu seçə bilməyəcəm. Hamısı qəşəngdir. Mən biraz üz qapağına görə baxıb alan insanlardan olduğum üçün mənim bütün kitablarımın üz qapağı qəşəngdir arkadaşlar. Hamısı qəşəngdir. Seçə bilməyəcəm. Amma mən bu kitab yox. Rənglilər daha çox sevirəm. Rəngli kitabların üzlərində. Rəngarəng kitab üzləri var. Məsələn, tutaq ki, yox, seçə bilməyəcəm. Haqsızlıq olmasın heç birinə. Hələ oxumadığın, amma hər dəfə baxanda vicdan əzabı çəkdiyin kitab var. Yoxdur. Vicdan əzabı çəkmirəm heç bir kitaba görə. Amma məsələn, bir dənə kitaba görə çox vicdan əzabı çəkirəm. O kitabı göstərəcəm sizə. Deməli, mən hanı o kitab dəqiqə, ayda ən altdadır, göstərə bilməyəcəm. O birisi halını göstərəcəm, yəni danışım. Mən bir dənə kitab almışdım kitab sərgisindən. Jane Eyre'dir adı. O Jane Eyre alanda göstərməliyim, gözləyin. Belə bir kitab seriyası var, üstü güllü. Baxın, bu kitabın mən 2023 1 iyunda almışdı anam mənə. 1 iyun uşaq bayramında 2023 itilədi.
Belə bir kitab seriyası var. Bu kitab seriyasında olan kitabların şəkli burada varmı? Var, hə. Baxın, bu kitabların içərisində, 3 dənəsini almışdı anam mənə. Çox bəyəndiyim bir üz qapağı var bu kitabların. Elə Qanun nəşriyyatında deyəsən. Hə, Qanun nəşriyyatıdır. Və üz qapağına görə qiyməti biraz bahadır. Bu kitabların deməli Jane Eyre almışdı anam, Emma almışdı. Bir də ki, Balaca Qadınlar kitabını almışdı. 6 dənə bunun seriyası var. O biriləri almamış, ancaq bu 3 dənə. Mən də bunları üstə qoymuşam, hələ oxumamışam da. Nəysə, bir dənə kitab sərgisinə getdim. Belə bir kitab gördüm. Belə bir kitab gördüm. Dedim, ay Allah, nə qəşəng. Bunun adı da mənə tanış gəlir, Jane Eyre. Məndə bu kitab yəqin ki, yoxdur da inşallah. Öz pulumla almışdım. Mən bu pula getdim, 11 manat pul verdim. Gəldim evdə, kitab rəfimə qoyacaq ikən gördüm ki, bu kitab məndə var imiş. O əsəb, o anki vicdan əzabı. Çox üzüldüm, özümü çox söydüm arkadaşlar. Yəni, amma maalesef ki, belə bir hadisə yaşandı. Bu kitabdan məndə 2 dənədir, kim istəsə satıram, gəlib götürə bilər. Bunu satıram, amma o birisi məndə qalacaq. Çünki o birisi çox qəşəng üz qapağı. Altda deyə götürə bilmirəm maalesef. Nəysə. Yəni ki, belə bir peşmançılıq hissi var. Bir dənə bu kitabı görə vicdan azabı çəkirəm hələ də və hələ də oxumamışam Jane Eyre kitabını. Niyə bir nəşriyyat evi bir kitabdan 2 dənə çıxardar ki? Neysə. Sonra digər sual. Bir kitabı filmə çevirmək hüququn olsaydı, hansını seçərdin? Bir kitab filmə çevirə bilsəydin əgər, bir dəqiqə fikirləşək. Pərnuş səni, mənim payımı çevirərdim bu arada. Çox qəşəng kitab olardı ondan. O qadın həyatı qəşəng, həm də izlənərdi. Həm də qəşəng pul da yığardıq. Amma həm də qəşəng, həm də o sonluğu falan qəşəng. Tam kitab, yəni belə tam film olmalıdır. Və ya İnsanlar və Siçanlar qəşəng bir kitab, qəşəng bir film olardı ondan. O kitabını Tahirə dedim. Tahirə, buradan səni səslərim, o kitabımı qaytar. Buradan hər kəs səslərim, mənim kitablarımı qaytarın. Yaxşı yadıma düşdü. Yəni ki, onu çevirərdim böyük ehtimal. Bu 2 kitabı. İnsanlar və İnsanlar çox qəşəng kitabdır. Tam böyle film. Yəni, oxuyanda elə bir filmə baxırsan. Yəni çox axırı da çox yenə çox ağladığım bir kitab idi. Öz həyatını ən çox hansı kitab xatırladır? Öz həyatını. Bilmirəm. Heç bilmirəm hətta. Baxmaq istəyirəm. Heyvan çiftliyi. Tam. Bunu oxuyanda elə bir öz həyatıma baxırdım kino kimi. Hamı belə fikirləşəcək. Baxsaz, oxusaz daha doğrusu belə fikirləşəcəksiniz. Oxuyun. Nə olar oxuyun. Yalvaracağım sizə. Oxuyun bu kitabı. Sırf üz qapağına yox, bir dəqiqə səhv sual oxudum. Amma yenə də cavablayaq bunu. Sırf üz qabığına görə aldığım kitab olub. Çox kitabımı burada üz qabığına görə almışam. Yəni, nəyə görə almalıydım ki? Bütün kitablar deyil də, yəni bəzi kitabları üz qapağına görə alıram. Məsəl üçün, nə bilim, çoxu. Yüzü qəşəng olan bütün kitablarımı üz qapağına görə almışam böyük ehtimalla. Çətin günündə əlini uzadacağın ilk kitab hansıdır? Çətin günümdə əlimi uzatdığım, niyə bilmirəm, amma həmişə bir dənə kitab var burada. Qəşəng kitab əslində, amma heç vaxt sona qədər çatmamışam. Həmişə oxumuşam, özümü yaxşı hiss eləmişəm. Ondan sonra kitabı yarıda saxlamışam. Ancaq psixoloji kitablar oxuyuram mən pis olanda bu arada. Düşünürəm ki, mənə bəlkə bir kömək olar. Amma heç vaxt olmur, nə yalan deyim. Siz möhtəşəmsiz kitabı. Belə göstərim sizə. Biraz çox uşaqcadır, amma mən nədənsə bilmirəm. Həmişə pis olanda bu kitab əlimə gəlir. Yəni, içi rəngarəngdir çünki, baxın. İçinə baxın bir dənə. Rəngarəng, sarı, ən sevdiyim rəng mənə belə enerji verir. Yəni, kitab demək istəyir ki, istənilən sahədə fərqi yoxdur. Hər sahədə möhtəşəm ola bilərsən. Və çox da bunu bildiyin sübutlarla deyir. Adama ləzzət eləyə bilər. Çox xoşuma gəlir. Sonra qoyaram yerinə. Biraz dağıtdım kitab rəfimi sizin üçün. Sonra arkadaşlar, deməliyim, ən çox sevdiyin sitat hansı kitabdan idi? Oğlum, mən belə suallara cavab verə bilmirəm.
Ən çox sevdiyim sitat çox kitabdan, daha çox klassik kitablarda qəşəng sitatlar olur. Bunu deyə bilərəm sizə. Bu kitab da qəşəngdir. Bu arada İnsan Nədir? Çox qəşəng kitabdır. Orada da qəşəng sitatlar var. Bir də 6-cı Koğuş. Lap nazik kitabdır. İçində o qədər sitat vardı ki, yəni həqiqətən. Yəni sitat dəyişir. Yəni məsələn deyə bilmərəm ki, sizə bu kitabda çox qəşəng sitatlar var falan. Yox, elə bir şey yoxdur. Və mən bu arada çox sitat olan kitab da sevmirəm açıqcası. Çox belə dolu-dolu görsənir. Yəni hər hissə ayrılıbsa, hər hissədə 1-2 dənə sitat yetərlidir. Çünki onları zaten həzm eləmək yetmənə bəsdir də, yəni. Çox sitat olması əslində çox da gözəl bir şey deyil. Oxuyub bitirəndən sonra uzun müddət təsirindən çıxa bilmədiyin kitablar olurmu? Olur. Bu qədər buna cavabım. Çünki bu tip suallara cavab vermişik. Yalnız bir kitabı özündən saxlaya bilsən, hansı kitab saxlayardın? Məktubdakı qadın. Məktubdakı qadını saxlayardım özündən. Göstərim sizə. Deyəcəksiniz Zəhra nə əlaqə? Bu kitabın hələ heç danışmamısan falan. Bunu saxlamaq istəyirəm. Yəni bu. Bu qədər qısa bir cavab. Bunu saxlamaq istəyirəm, bu ona görə. Qoyun yerinə qoya bilmirəm. Qalsın məndən qalsın elə. Evet. Davam edeyim. Bir kitabı hər kəsə oxumağı, hansı bir kitabı hər kəsə oxumağı məsləhət görərdin? Hansı bir kitabı hər kəs oxumalıdır? Hər kəs oxumalıdır. Dəqiqə. Bayaqki kitab Səhradakı neydi onun adından çıxdı? Səhra çiçəyi hər kəs oxumalıdır. Bir qadının başdan sona qədər belə bir uğur hekayəsi yoxdur. Hər kəsin sən eləyə bilməzsən, sən o qədər bərbad bir mühitdə böyüyüb ki, qadınların başına gələn o kitabda görsəz oturub hönkür-hönkür ağlayarsınız da, qadın kişi fərq eləməz, hər kəs məncə o kitabda ağlayar. O kitabı hər kəs oxumalıdır, mütləq. Səncə bir kitab insanı həqiqətən dəyişə bilərmi? Dəyişə bilər. Amma məsələn bu bir kitabla olan bir şey deyil. Hər kitab insana bir dənə xüsusiyyət qazandıra bilər. Bəzi kitab dostluq xüsusiyyəti qazandırır, bəzi başqa bir şey, bəzi başqa bir şey. Yəni sizə deyə bilmərəm ki, bu kitabı oxuyun 100% dəyişəcəksiniz, belə bir şey yoxdur. Yəni amma ki, hər kitab oxuya getdikcə dəyişdiyinizi görəcəksiniz. 100%. Mən sizə buna əminlik verə bilərəm. Ən böyük kitab peşmanlığın, bayaq dedim, Jane Eyre kitabını 2 dəfə almağım çox böyük bir kitab peşmanlığı idi. Sonra bu rəfdə heç kimə verməyəcəyim kitab hansıdır? Məktubdakı qadın. Bu kitabı heç kimə vermərəm. Məndəki yeri ayrıdır. Bu arada mövzu olaraq götürsək, çox da maraqlı bir mövzudur. Bu boyda kitab 10 manatdır, qiyməti də çox qəşəngdir. Azərbaycanlı yazısıdır. Mən bu aralar Azərbaycanlı yazıçılara önəm verməyin tərəfdarıyam. Çünki Azərbaycan ədəbiyyatı irəliləməlidir, yəni 100%. Çox gözəl kitablar var Azərbaycan ədəbiyyatında falan, amma mənim ən sevdiyim Azərbaycan ədəbiyyatı kitablarından biri Məktubdakı qadındır. Daha gözəlləri də varmı? 100% ki var. Bəlkə də mənim kəşf eləmədiyim hələ nə qədər kitablar var. Klassikalarımız da çox qəşəngdir. Yəni Azərbaycan ədəbiyyatında. Amma ki, yəni hal-hazırda mənim ən sevdiyim budurmu əmin deyiləm, amma bunu heç kimə vermərəm. Bir kitabın müəllifi ilə görüşə bilsəydin, kim olmasını istəyərdin? Bəzi müəlliflər var ki, öz həyat hekayələrini yazır. Onlarla görüşmək istəyərdim. Məsəl üçün, elə bu İrandakı qadın həyatı mənim payım. Onun yazarı hələ yaşayırsa görüşmək istəyirəm. Bilmirəm yaşayırmı. Amma deyəsən təzəlikcə vəfat edib. Allah rəhmət eləsin, eləyibsə əgər. Ya da ki, bayaq Səhra çiçəyi, o qadın hələ yaşayır mən bilən qədər. Deyəsən, əmin deyiləm. O qadınla görüşmək %100 istəyərdim. O uğur hekayəsi, yəni elə bir kitabı ki, adam eləyə bilmədiklərindən utanır kitabın sonunda. Deyirsən ki, o hər şeyə rəğmən o qədər şey eləyibsə, mən bu qədər şeyə rəğmən niyə heç nə eləyə bilmirəm? Özümdən utanmışdım. Hazırda səni ən çox çağıran, amma hələ başlamadığın kitab var. Dostoyevskinin kitabları. Məni kitablar çağırır biraz. Əslində oxumalı olduğumu hiss edirəm. Amma ki,
Hələ başlamamışam və uzun bir müddətdə başlamayacağam. Başqa da Dan Ulduzu kitabı məni çağırır oradan. Çox çağırır. Dan Ulduzu çox sevirəm. Mənim Dan Ulduzu. Anam mənə həmişə bəzən Dan Ulduzu deyir. O kitabı görən kimi kitab mənə gəl demişdi. Bir də o kitabın məndə hekayəsi falan var deyə. Çox istəyirəm, yəni o kitabı oxumaq istəyirəm, amma kitabın mövzusu mənim birazcıq xoşuma gəlmədi. Nə mənada? Biraz qarışıqlıq var. Halbuki Azərbaycanlı yazıçı yazıb. Elçin Əzimliymiş, hə. Elçin Əzimli yazıb. Amma elə bir tərcümədir. Yəni ki, biraz nəsə bir obrazlar falan biraz mənə qəribə gəldi. Çox da oxuya bilmədim. Yarıda saxladığım kitablardan biridir. Bu rəfdə sənin hekayəni ən yaxşı danışan kitab hansıdır? Bu suallara cavab verdim artıq neçə dəfə. Yəni ki, mən belə əsl həyat hekayəsi olan kitablar daha özümü ora aid hiss edirəm. O kitablardan birini deyərdim böyük ehtimalla. Amma başqa bir şey deməliyəmsə də ən çox məni izah edən kitab Reyhan Yusif qızının kitabları da. Çünki o kitablarda həqiqətən o kitabları oxuduğum vaxtlar mənim prime vaxtlarımdır. Ən çox kitab oxuyan vaxtlarım idi də. Hər birini ayrı bir hisslə oxuyurdum. Daha belə elə bir həyəcanlı idim o kitab oxumağa. Ona görə o kitablar mənə daha yaxşı danışar sizə. Çünki uşaqlığım o kitablarla keçib. Və videomuz deyəsən ki, bitdi. Ümid edirəm ki, mənim kitab zövqümü də uzaqdan yaxından tanımış oldunuz. Ya da ümid edirəm ki, xoş bir söhbət oldu. İnanıram ki, kitab sevərlər üçün və yaxud kitabı sevmək istəyənlər üçün çox gözəl bir video olduğunu düşünürəm. Çox bəyəndiyim bir video oldu. Belə mən həqiqətən özümün ən çox bəyəndiyim sahə, özümdə ən çox bəyəndiyim sahə kitab sahəsidir. Və ürəyim rahat-rahat sizə belə məsləhət verə bilərəm bu mövzularda. Çünki sevirəm. Kitablarla bərabər olmağı sevirəm. Kitab almağı daha çox sevirəm. Sevirəm ki, pulum təki kitaba getsin. Yəni pis yerə gedəcəyinə kitaba getsin, daha yaxşıdır mənim üçün. Çox sevirəm kitab oxuyan insanları, kitab alan insanları, kitab hədiyyə edən insan, hər birini çox sevirəm. İçində kitab keçən hər bir cümləni çox sevirəm. Sizi də bu gözəl bir şey, çox gözəl bir şeydir belə. Kitab oxumaq, kitab haqqında kimləsə danışa bilmək. O qədər qəşəng bir hiss ki, adam belə ürəyim belə olur, bəyəni pıtır-pıtır olur. Və istəyirəm ki, hər birinizin həyatında kitab oxumağı sevən bir insan olsun. O insan da mənə mələk deyəsən. Yəni ümid edirəm siz də o insanlardan olarsınız, kitab oxumağı sevən insanlardan olarsınız. Bol-bol oturub kitab söhbətləri edə biləcək insanlardan olarsınız. Və mən kitablarımı qucaqlayıram. Sizə də sağ ollar diləyirəm. Sağ olun, yaxşı ki varsınız. Hər daim kitabla olun. Öpürəm sizi. Bye bye.